Bu videoya diqqətlə baxın. Görün Güneyli yaşlı anamız Xameneiyə nə deyir? Namərd deyir. Ağa Xamenei, rəhbər, niyə bu mərduma zulm eləyirsən? Niyə xalqın haqqının üstə öldürürsən? Öldürmə, çörə ver, xərc ver, bahalığın qabağın tut, zalim olma. Sən ki zalim oldun, niyə mərdumun nənələrin ağlar qoysan? Bəsisləri bu, aralıq bəsislərin boşlayıbsan, mərdumu qırdırırsan. Nə hesabına? Salırsan zindana, əhli qalır az, və nədir rəhbərsən, nədir rəhm elədin, nədir mərduma zulm eləyirsən? Və onların nənəsi ağlamır, İsraildən bəd oldu. İsrail bir dənə atırdı, gene biri ikisi ölürdü. Sən elə bir yeşərə qırdırırsan, namərd. Belə də adam namərd olar, neçə boyun qırdırırsan mərdumun əhliyalı. Ya insaf elə də bir utan da. Əhliyalın qəşək kefin çəkir, mərdumun qız gəlini avara darada işləyir, bitki əhliyalına törə çıxadı.